Həzrəti Əli əleyhissalamın Nəhcül Bəlağədə olan 31-ci məktubunu şərh edirdik. Yadınızdadırsa, məktubun bu yerinə çatmışdıq ki, buyurur: Əhyi qəlbəkə bil məvizə və əmidhu biz zəhadə. Deyir ki, qəlbini moizə ilə dirild və zahidliklə öldür. Bu barədə danışdıq. Ondan sonra buyurur ki, və qəvvihi bil yəqin. Qəlbini yəqinlə qüvvətləndir, gücləndir. Bugün bunun haqqında danışacağıq. Qəlbini yəqinlə gücləndir. Bu tövsiyədə iki məsələ haqqında danışmalıyıq. Bir, qəlbin qüvvəti, qəlbin gücü. Bir də yəqin haqqında. İki mövzudan danışacağıq inşallah. Hansı qəlb güclü qəlbdir? Qəlbin gücünün əlaməti nədir? Nişanəsi nədir? Çox uzatmadan qısa cavab verim ki, qəlb nə zaman güclü sayılır? O qəlb ki, kənardan mənfi təsir qəbul eləmir. Bu qəlbə güclü qəlb deyirlər. Heç nə və heç kim kənardan ona xoşa gəlməz bir təsir göstərə bilmir. Belə bir qəlb güclü qəlbdir. İnsan gərək qəlbini qorusun və nə qədər insan qəlbinin kənar təsirlər qarşısında müqaviməti güclüdürsə, bir o qədər qüvvətli qəlb sayılır. Qəlb mənfi təsirlərə bağlı olsa, müsbət təsirlərə açıq olur. İnsan qəlbini mənfi təsirlərə qarşı bloklasa, mənfi təsirlər qəlbə təsir göstərməsə, müsbətlər təsir göstərməyə başlayır. Kənardan hər bir müsbət şey ona təsir göstərir. Və qəribə bir şeydir, qəlb güclü olduqda incəlir. Güclü qəlb incə qəlbdir. İncəlik adətən gücün əksinə işlənir, burada fərqlidir. Güclü qəlb incə qəlbdir. Kənardan olan hər müsbət təsir o incə qəlbi titrədir. Siz Əhl-i Beytin münacatlarına, dualarına baxın. Bilməsən kim eləyib bu duanı, elə bilərsən ki, cinayətkar, nəvzubillah, günahkar bir adamlardır. Amma ömrü boyu heç bir günah qapısı üzünə açıq olmayan, günahdan tam pak olan insanlar belə münacat eləyib. Bu, qəlbin incəliyindən süzülüb gələn dualardır. Bir Arif haqqında danışırdılar, deyir ki, biz onunla danışırdıq, söhbət edirdik, gördük fikri başqa yerdədir və baxır harasa. Sonra gördük ki, gözündən yaş axır. Dedi ki, nə olub sənə? Gördük ki, bir yarpağa baxır, payız fəslidir. Yarpaq dayılaq qopmaq məqamındadır. Deyir, bir küləklə qopacaq. Deyib, baxdı, dedi ki, bu yarpağın ömrünün sonunu görürəm, sonuna baxırıq da biz. Hal-hazırda bunun ömrü bitəcək, öz mənbəyindən həmişəlik qopub gedəcək. Fikir verirsiniz, bir yarpağın halı qəlbinə təsir qoyur. Qəlb o qədər incədir. Bizə qəribə gəlir belə şeylər, biz belə şeylərə diqqət eləmirik. Qəlbin incəliyinin təsiridir. O qədər mənfi təsirlərdən özünü qoruyur ki, müsbət şeylər elə təsir göstərir qəlbinə. Amma daş ürək hansı ürəkdir? Daş ürək o qəlbdir ki, hər bir mənfi şeydən təsirlənir. Hər bir şeydən. Mənfi təsiri tez qəbul edir, tez təsirlənir. Güclü qəlb o qəlbdir ki, ona heç bir mənfi təsir olmur kənardan. Onu qorxutmaq istəsələr qorxmur, onu tamahlandırmaq istəsələr tamahlanmır. Bu belə bir qəlbdir. Heç bir hadisə onu həsrətə salmır. Yersiz qəm və sevinc onda olmur. Nə cəmaatın təbəssümü onu gizəlləndirir, nə cəmaatın qəzəbi onu sarsıdır. Heç nə qəlbə təsir qoymur. Bu çox möhkəm və incə qəlbdir. İnsanın qulağı haqqında deyirlər ki, səs dalğaları nə qədər güclü olarsa, qulaq onu eşidir. Bəzi səs dalğaları var, çox zəifdir, qulaq onu eşitmir. Qəlbin də qulağı var, qəlb gərək incə səsləri tuta bilsin ki, o çox səs-küy salanlar ona təsir göstərməsin. Çox güclü səslər var ki, lazımsız səslərdir. Hay-küy salırlar ki, qəlbi təsirləndirsinlər. Amma möhkəm qəlb təsirlənmir. Qəlbin gücü nədədir sözün qısası? Hər kəs hər cür təsir eləyə bilməsin o qəlbə. Şeytan insanın qəlbi ilə oynayır. Quranda ayə var, İnnəməd dünya ləibun və ləhvun. Dünya oyun oyuncaqdır. Bu oyunda qəlbi uduzmasın deyə insanın gərək onu möhkəm saxlaya bilsin.
Allah özü hadisələri elə tənzimləyir ki, görsün bizə nə qədər təsir göstərir. Yerin göyün xəzinəsi Allahın əlindədir, hə? Biz bir şey istəyirik, vermir. Sual niyə vermir? Ona görə vermir ki, görsün ki, bu hadisənin qarşısında özümüzü necə aparırıq. Qəlbimiz nə qədər təsirlənir. Məsələ bundadır, yoxsa ki, bir anın içində hər şeyi bəxş eləyə bilər. Onu təxirə salır bəzən, sonra deyir ki, görsən, bir ay gecikdirdim, gör nə günə qaldın sən. Özün özünə bax, utan, onsuz da verəcəkdim. Adam özü-özünə ki, bundan nə qədər mən bu hadisədən təsirləndim. Problemlər bunun üçündür, hadisələr əsasən bunun üçündür. Hadisələr deyirik, biz imtihana çəkir. İmtihan nə deməkdir? Yəni, hadisə qəlbimə təsir qoya bilir, ya yox. İnsan hadisələrin fövqündə dayananda dünyanın hansı səmtə getməsi onun ürəyində təsir qoymur. Onun qəlbi möhkəm olaraq qalır. Qəlbin gücü mənfi təsirlərə bağlı olmasıdır. Bu, güclü qəlbin birinci xüsusiyyətidir. Və qəlb nə qədər, bir daha bu cümləni təkrar edeyim, mənfi təsirlərə məruz qalmasa, bir o qədər müsbət təsirlərə məruz qalacaq. Moizə təsir eləyəcək. Moizə niyə təsir eləmir? Çünki mənfi şeylər bizim ürəyimizə tez təsir göstərir. Ona görə söz də təsir eləmir bizə. Bir yetimin göz yaşı Əleyhisselamın qəlbini elə titrədirdi ki, sanki yerindən qopacaq. Amma həmin Əleyhisselam qızla gümüşə baxır, deyir, qorri qeyri, get başqasını Allah, mənim sorağıma gəlmə. Mənim müştərim deyilsən sən. Mənfi təsirdən tamamanda qalan qəlb bir yetimin göz yaşı qabağında titrəyə bilir. Qəlbin qüvvəti, gücü bundadır. Güclü qəlbin ikinci mərhələsi nədir? Birinci dediyi xaricdən təsirlənmir. İkinci xüsusiyyəti budur ki, daxildən idarə olunan qəlb güclü qəlbdir. Kimin qəlbinin ixtiyarı öz əlindədirsə, o güclü adamdır. Özü qərar verir ki, nəyə diqqət eləyəcəm, nəyə eləməyəcəm. Nəyə yönələcəm, nəyə yönəlməyəcəm. Bu güclü qəlbin sahibidir. Bəzilərinin qəlbi öz əlindədir, ixtiyarı öz əlindədir, sükan öz əlindədir. Özlərini idarə edir. Hər nəyə istəsə iradə edir, ona yönəlir. Nəyə istəməsə yönəlmir. Bunu məşq eləmək lazımdır. Məşq başlayır nədən? Özümüzlə danışaq hərdən. Qəlbimizlə danışaq. Qorxu vəziyyətində deyən, nə olur, niyə qorxursan? Nədən qorxursan? Nə sənə ziyan vura biləcək? Nədən ziyana uğrayacaqsan? Qəmlidir, kədərlidir, danış özünlə deyən, ay qəlb, niyə narahatsan? Dəyərmi buna görə qəmlənmək? Bəzən bir-iki kəlmə söhbət özümüzü aram eləyir. Söhbət eləmək lazımdır. İnsan öz qəlbini müxatəbi qərar verməlidir, ona xitab etməlidir, müraciət eləməlidir. Deyən görüm, nə olub sənə, nəsə bugün narahatsan? Axtar səbəbini tap, sonra özünə deyən ki, sən dəyərmisən boyda qəlb ki, Allahın ərşisən. Buna görə narahat olasan. Hayküy salmağına qulaq asmayasan, oturub özünlə danışasan, qəlbinlə danışasan, danışsan qəlb eşidəcək səni, qulaq asacaq. Ya çox sevinir görürsən, deyirsən, nə xəbərdir, nə olub, nəyə sevinirsən, nəyə sevinirsən? Sən çox əzəmətlisən, bu şey səni sevindirməməlidir. Təbii şeylərdir, buna görə çox da şad olmamalısan. Nəzarəti insan öz əlinə götürsün. Heç kəs onun qəlbini ovlaya bilməsin, bu güclü qəlbdir. Adam öz hisslərini idarə eləsin. Misal deyirəm sizin üçün. Evliliyin əvvəlində, məsələn, ailələr təzəh qurulanda, Allah insana, bu cüddüyə, havayı məhəbbət verir, sərmayə verir, hədiyə kimi. Heç nə, qazanılmır o. Quranda da var, وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً Sizin aranızda məhəbbət və rəhmət qərar verib Allah. Tanımadığı adam doğmalaşır, onu sevməyə başlayır. Alimlər deyir ki, bu məhəbbəti idarə elə, bu sərmayədir, ömrünün axırınacan lazım olacaq. Bunu artır, israf eləmə evliliyin əvvəlində. Yadınızdadır, bir dəfə danışmışdım, bir qız gəldi, nişanlı idi oğlandan, dedi ki, mən fikrimi dəyişmişəm, bundan evlənmək istəmirəm. Alim dedi, görəsən niyə? Dedi, çox əldən ayaqdan gedirik mənim üçün, yəni ətim tökülür. Bəziləri var ya belə də, sənsiz mən belə, sən mən, yəni bundan başqa edir, axı mən bilirəm də, öz dəyərimi bilirəm. Gör nə qədər ağıllı qızdır bu ki, başqaları bir dənə xoş sözə bihuş olursa, bu deyir ki, mən görürəm, axı mən bu qədərinə layiq deyiləm. Bu, yəni çox da bağışlayın bu ifadəmə görə, adam sevgidə düşüklü eləməyə gərək, biraz ağır otursun gərək. O sevgi, ömrün axırına qədər sənə lazım olacaq bir sevgidir, o sevgini tənzimləmək üçün israf eləməyəsən gərək. Çox əvvəldə israf eləyəndə, sonra sönür, kinə çevrilir, düşmənçiliyə çevrilir. Ona görə deyirlər, məhəbbətin yanında ədəb, həya olmalıdır ki, onu düzgün idarə eləsin. Bu mənada yox ki, soyuq olsun münasibət, xeyr. İslam deyir ki, həyat yoldaşına sevgini bildirmək ibadətdir. Amma həddində, qədərində, yəni düzgün özünü idarə eləyə biləsən. Yoxsa zəifləyəcək. Güclü qəlbin iki xüsusiyyəti var, bir mənfi təsir qəbul eləmir,
İkincisi də daxildən nəzarət edirsən ona. Hər yerə yönəlməsin, hər istiqamətə getməsin. Qəlbi nə ilə gücləndirim? Gəldik çatdıq əsas məsələyə. Əli əleyhissalam buyurur ki, qavvihi bil yəqin. Qəlbivi yəqinlə gücləndir. Yəqinlə. Yəqin qəlbi gücləndirən vasitədir. Yəqin nədir? Yəqin sözünü biz başqa mənada işlənirik. Biz gümana yəqinirik, yəqin belədir, yəni bəlkə də belədir. Amma yəqin ərəb dilində qəti bilinən bir şey deyilir. Yəqin ki belədir, yəni 100% belədir. Yəqin bir mərhələdir ki, pərdə arxasını insan görür. Qəlb müşahidə eləyir qeybi. Qeyb pərdə arxasındadır da. Qəlb açılır, görməyə başlayır. Bu hala deyirlər yəqin halı. Pərdə arxasını görməkdir. Biri var güman, biri var yəqin. Güman eləmək var, yəqin var. Hədislərdə var ki, yəqin cəmaat arasında bölünmüş ən az şeydir. Yəni, az adama pay düşüb yəqindən. Yəqin əhli azdır. Cəmaatın çoxu gümanla ibadət eləyir. Az adam var ki, görərək ibadət eləyir. Kimə ibadət elədiyini görür, müşahidə eləyir, pərdə çəkilib gözünün qabağından. Peyğəmbərdən soruşdular ki, ya Rasulallah, necə olurdu ki, Həzrəti İsa suyun üzərində gəzirdi? Cəmaat şəkk edir ki, adam da suyun üzərində gəzər. Sualı bunun üçün verir ki, bu təəccüblüdür da, adam necə suyun üzərində gəzirdi? Görün, Həzrət Peyğəmbər istiqaməti hara aparırdı? Yəqinini artırsaydı, havada gəzərdi. Yəni, bu təəccüblü deyil. Yəqin insanın ruhunda olan o gücü üzə çıxardır və insanın potensialı çox böyükdür. İnsan zamana, məkana hakim ola bilir, yəqin nəticəsində. İmam Sadiq əleyhissalam buyurur ki, yəqin insanı bütün uca məqamlara və təəccüblü mərhələlərə çatdırır. Necə çataq yəqinə? İmanın zirvəsi yəqindir. İman artır, o yerə çatır ki, artıq görməyə başlayır insan inandıqlarını. Buna necə çatmaq olar? Bəzilərimiz, çoxumuz beləyik ki, möcüzə gəzirik ki, bir dənə mənə göstərərdilər, görərdim, sonra başqa cür ibadət eləyərdim. Biz tələsirik, istəyirik yolun əvvəlində bizə göstərsinlər pərdə arxasını. Bizim əsas səhvimiz bundadır ki, hövsələmiz yoxdur, səbrimiz yoxdur. Qəlb belə qurulmayıb, biraz qəlb üzərində iş görülməlidir. Qəlb gərək hazır olsun. Olmasa əlini də göstərsin, düşmən olacaq. Nə qədər adam əlini görə-görə ona düşmən oldu. İbn-i Mülcəm əlinin yaxın adamıydı əleyhissalamın. Onu görə-görə ona düşmən oldu. Mən bir misal deyim, görün bunun əlaqəsini çatdıra biləcəm ya yox. Bu çox incə nöqtədir deyə. Buna xüsusi diqqət eləməyi istəyirəm. Zahirən əlaqəsiz görünür, amma çalışacağım əlaqəsini izah eləyim. Bir nəfər bütün əmlakını satıb, tutaq ki, verir bir nəfərə, sərmayə eləyir, verir bir nəfərə, deyəcək şərikli iş görək. Pulunu verib, 1-2 aydır işləyirlər bir yerdə. Birdən bunun dostu gəlir buna qonaq misal üçün, deyir ki, neyinirsən, nə iş görürsən? Deyir, heç filan işlə məşğulam. Kimi ilə məşğulsan? Kimlə? Şərikim var, deyir, bəli, bütün var dövlətimi vermişəm. Filan kəsə o ilə bircə iş görürük. Deyir, kimə? Deyir, filan kəsə. Bu da onu tanıyır. Deyir, vay. Ona nahaq vermişsən. Mən onu tanıyıram. Dələdüz adamdır, mənim özümü alladıb. Neçə nəfər də alladıb. Axı 2-3 aydır mənim pulumu vaxtında verir. Elə onun işi belədir ki, 2-3 ay verir, sonra alladır. Belədir, xüsusiyyəti belədir. Bunun rəngi ağarır, amma neynir? Başlayır müdafiə eləmir. Yox, ola bilməz. Ola bilməz, yox, elə adam deyil. Məsciddə görmüşəm, ağlayırdı. Məsciddə elə ağlayanlardan bəzilərindən belə şeylər çıxır. Onun üçün gəlir ağlamağa ki, hörmət qazansın, etimad, sonra allatsın cəmaatı. O deyir, bu inkar edir, o deyir, bu inkar edir. Niyə? Ona görə ki, sərmayəsi var onun yanında. Batmağından qorxur. İnanmaq istəmir. İndi başqa bir şey təsəvvür eləyək. Yenə həmin dost gəlir onun yanına, deyir, neyinirsən? Deyir, heç nə, hər şeyimi satmışam, sabah verəcəm bir nəfərə, filan kəsə. Filan kəsə verəcəm, o iş görsün mənlə. Bir yerdə iş görək. Bu da deyim, mən eşitmişəm ki, onun ələ əyridir. Buradakı pul verməyib, eşitmişəm deyəndə deyir, doğrudan, onda da iş görmərəm onunla. Çünki heç nə xərcləməyib, heç bir şeyindən keçməyib. Orada deyir, yəqin qəbul eləmir. Burada deyir ki, güman eləyirəm belədir, deyir, yox, elə düz deyil. Burada deyir, güman eləyirəm belədir, deyir, yox, elə düz deyirsən. Onda mən ehtiyat eləyirəm. Gətirək bunu Allaha bağlayaq. Allaha qəlbən inanmaq istəyirsənsə, sərmayə qoy. Sərmayə qoy, sonra başlayacaqsan Allahı müdafiə eləməyə. Amma Allah, nəuzubillah, o dələduzun taydır ki, Allahdır. Dəyər, müdafiə elədikcə görəcəksən ki, elə müdafiəyə layiqdir. Hələ görmədən, eşidib, risk elə də biraz.
Deyirlər ki, Allah sənə bunları verəcək. Bilmirsən, yəqinə çatmamış. Eşitmirsən də imanın zəifdir. Eybi yoxdur, eşitməyin əsasında başda ömür sərmayəvi Allaha xərcləməyə. Sonra əl çəkməyəcəksən ondan. Sonra əl çəkməyəcəksən. Güman əsasında rəftar elə, sonra əl çəkməyəcəksən. Bərk yapışacaqsın, çünki sərmayən var yanında. Yəqinin mexanizmi belədir. Gümanla başda risk elə, inan, sözünə inan. Yavaş-yavaş gümanın yəqinə çevriləcək. Filan əmələ filan mükafat verirlər. Mən təzə başlamışam. Elə eşitmişəm, minbərdən dedilər. Bildim bu Allahın sözüdür. Amma hələ ki gözüm açılmayıb ki görüm pərdə arxasında nə var. Eybi yox, eşit və inan, səmi'na və əta'na. Eşitdik və itayət elədik. Eşit və əməl elə. Allah görəndə ki sən eşitdiyi və etimad eləyirsən Allaha, Allah deyir da bu belə ki mənə etimad edir. Pərdəni çəkim göstərimdə da gizlətməyin mənası nədir? Düzdür? Və gizlətməyin mənası yoxdur. Görmədən görmüş kimi özümüzü aparaq. Allah deyəcək da bunun imtihanı bu idi ki, görmədən inansın da inanda çəkim göstərim də mənası nədir bundan qeybi gizlədim. Gözü açılanlar belə açılıb, eşidib etimad eləyiblər Allahın sözünə. Eşidib etimad eləyiblər. Allaha etimad eləmək lazımdır. Bəziləri olur ki, cəbhəyə gedir ki, eşitmişəm şəhidliyə, belə bir məqamlar verirlər. Güman eşidib də gedir, döyüş prosesində yavaş-yavaş Allah gözlərini açır. Burada qazilər var, bizə danışırlar ki, orada Allahı görürdük yavaş-yavaş. Biraz da geçsəydilər, o şəhadət sərhəddinə çatmamışdan qabaq artıq görür. Adama şəhidlik qismət olursa, əvvəldən şəhidlik, güllə dəyməmiş. O şəhid olur ki, şəhidliyi, ölüm zahiri ölümlə təsdiqlənir. Can vermək onda rahat olur. Kərbəla şəhidləri gəldilər İmam Hüseynin yanına. Görmədən iman gətirdilər qeybə, qaldılar. Allah gördü da gizlətməyin mənası yoxdur. Aşura gecəsi pərdəni çəkdi, dedi ki, bu da cənnət. Gedəcəyimiz yer. Bu da həmin o gedəcəyimiz yer. Bunun dəlili var da Quranda yox. Mən öz başına burada danışan bərəm. Bir cümləni özümdən demərəm mən. İxtiyarım yoxdur deməyə. Va'bud rabbəkə hətta yətiyəkəl yəqin. Bu ayədir, mənim sözüm. Allaha bəndəliyi ilə ta ki yəqinə çatasın. Yəni başlayanda olmur. Əvvəldən yəqin dalınca olma. Əvvəldən bəndəlik elə qapını döy, açsınlar, göstərsinlər sənə. Gözün açılsın. Bir müddət zəhmət çək. Köhnə əxlaq kitablarında oxuyurduq biz. 90-cı illərdə mən bunu oxumuşam. 90-cı illərdə. Bəziləri heç dünyaya gəlməmişdi burada oturanlardan. Deyirlər, elmül yəqin var. Elmül yəqin nədir? Tüstünü görürsən, bilirsən ki, ocaq var. Bu bir mərhələsidir. Yəqinin də mərtəbələri var. İkincisi nədir? Haqqul yəqin. Ocağın özünü görürsən. Üçüncü nədir? Eynül yəqin. Ocaq sənin, hərarəti səni vurur, bədənində hiss edirsən. Allahla da belədir. Bəziləri var ki, Allahın hərarəti vücudlarını bürüyüb. Bütün vücudları ilə hiss edirlər, görürlər və hiss edirlər. Bunlar möhkəm insanlardır. Onlardan biri Əl əleyhissalamdır. Bu sözü öylər deyə bilər. Əl əleyhissalamın sözüdür. Ləv kuşifəl qita məzdəttu yəqinən. Deyir, pərdələr çəkiləndə, canım çıxanda pərdə çəkiləcəkdə hamımızın gözünün. Deyir, mənim yəqinimdən heç artmayacaq. Mən elə indi necə görürəmsə, dünyadan köçəndə gördüyümdə təəccüblü bir şey yoxdur. Dünyada ikən elə görürəm, o aləmi görürəm. Peyğəmbər gəlir məscidə, bir cavan oğlanı çox gözəl halda görür. Adam var da halına baxırsan, görürsən ki, qeyri-adidir. Ləzzətli haldadır, bihuş haldadır. Bu cavan oğlan Peyğəmbərin diqqətini çəkir, sübh namazına gəlib Peyğəmbər. Baxır ona deyir ki, keyfə əsbəht. Gecəni necə sübh elədin? Halın necədir? Cavab verir ki, əsbəhtu muqinən, yəqin halında səhərə çıxmışam, ya Rəsulallah. Böyük iddiadır da bu. Yəqin halındayam. Peyğəmbər buyurdu ki, bu iddianı nə ilə sübut eləyərsən? Dedi ki, cənnəti, cəhənnəmi görürəm elə bil. Cənnətdəkiləri də görürəm. Bax, burada kimlər cənnətlidir, kimlər cəhənnəmlidir, hamısını görürəm. Ondan sonra dedi ki, ya Rəsulallah, istəyirsinizsə deyim sahabələr özün hansı cənnətlidir, hansı cəhənnəmlidir. Dedi ki, danışma. Çoxunun eybaçılar. İndiyəcən bilinmir axı sahabələrin çoxu hansı haralıqdır. Deyir, lazım deyil, demək lazım olsa özüm deyərəm. Yadınızdadır biz neçə il həmmam xutbəsini. İldən çox da, yəni, təfsir elədi. Orada bu söz var. Mömin belə olar. Və hum vəl cənnətu kəmən qədrəaha. Deyir, cənnəti elə bil ki, görürlər. Və hum fiha munəamun. Elə bil özləri oradadırlar. Və hum vən nar kəmən qədrəaha. Cəhənnəmi də elə bil ki, görürlər. Və hum fiha muazzəbun. Elə bil əzabı özləri hiss edirlər. O belə bir adam idi. Belə adamın arzusu nə olar sizcə?
Peyğəmbər deyir ki, indi yaxşı, düz deyirsən. Halını təsdiq elədin. Peyğəmbər möhür vurdu ki, düzdür, sən yəqin əhlisən. İndi istə məndən nə istəyirsən. Şans düşüb də Peyğəmbər deyir ki, məndən istə nə istəyirsən. Belə adam bir istəyiyorlar. Deyir, şəhid olmaq istəyirəm. Da gördüyüm yerə getmək istəyirəm. Dünya mənə dar gəlir, çünki görürəm, ora haradır, bura haradır. Peyğəmbər dua edir, ilk döyüşdə şəhadətə çatır, şəhid olur. Bəzilərinə görsən, cənnətdən neymətlər gəlir. Həzrət Məryəmə cənnətdən neymət gəlirdi, Quranda buyurulur. Zəkəriya təəccüblənirdi. Zəkəriya Peyğəmbər əleyhissalam Həzrət Məryəm sallallahu əleyhanın məqamına təəccüblənirdi. Xanım Zəhranın da evinə cənnətdən neymət gəlirdi. Niyə görə gəlirdi? Çünki görmədən, onlara deyənmərəmi görmədən. Onlar elə yəqin əhlidirlər. Amma hər bir halda bir adam görmədən neymətlərə inandısa, Allah bir gizlətməyin mənası nədir? Elə neyməti açım göstərim. Eşidək, etimad eləyək Allaha. Sözüm budur. Çox danışmaq istəmirəm. Eşidək və etimad eləyək. Eşidib inanan adamların Allah gözlərini yəqinlə açacaq və o başqa bir aləmdə yaşayacaq. Xoşbəxt bir aləmdə yaşayacaq. Bir dənə də zikir deyim sonunda, mənim sözüm deyil. Alimlər deyir ki, yəqinə çatmaq üçün bu zikri çox deyin. La havla və la quvvətə illa billahil aliyyil azim. Bu zikri çox deyin. Yəni, qüdrət və Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur. Uca və əzəmətdə Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur. Bunu o qədər təkrar elə ki, inanasan və bundan sonra görəcəksən Allahı. Görəcəksən ki, qüdrət heç kəsin heç nə eləməyə gücü yoxdur əslində. Heç kəsin. Qüdrət Allahın əlindədirsə, dünyanın hamısı sənə qarşı olsa vecvə deyil. Çünki bilirsən ki, qüdrət onun əlindədir. Görürsən bunu. Görürsən bunu. Həzrət İbrahim haqqında Allah buyurur ki, və kəzalikə nuri İbrahim mələkutəs səmavati vəl-ərz və liyəkunə minəl muqinin. Biz İbrahimə yerin göyün mələkutunu göstərdik və o yəqin əhlindən oldu. Yəni, gözü açıldı. Gözü açılan adam necə olur? Bütün şəhər əhalisi, bu da tək, birləşib, ocaq qalıblar, onu atmağı o da. Bu bilir ki, bunlar boş səsküydür. Qüdrət onun əlindədir. Buna iman gətirib və görüb bu qüdrəti. Görüb deyə sarsılmır. Mancanığa qoyurlar atmağa. Cəbrail gəlir ki, salam İbrahim əleyhissalam, mənlik nə qulluğun? Deyir, heç nə, sən get işinlə məşğul ol. Cəbrail mələk mötəbərdir, hörmətli mələk. Hörmətlə qollayırdı onu, hörmətlə. Deyir ki, mənim ehtiyacım var, amma qüdrət sahibi olan Allaha. Sən bizim aramızdan çəkil. Axırıncı imtihanıdır İbrahim. Axırıncı sınağıdır. Ondan sonra deyir ki, ya narkuni bərdan və səlaman əla İbrahim. Ey od, İbrahim üçün sərin və salamat olun. Və odu gülüstana çevirir, yəqinlə, yəqin halında. Bu yol hamımız üçün açıqdır. Burada oturan hər birimiz üçün. O tək Peyğəmbərlərin yolu deyil, hamıya aiddir. Hamının gözündən pərdələr çəkilə bilər. Necə başlayaq? Gümanımıza əsasən başlayaq. Gümanımıza əsasən. Gümanla ibadət eləyək. Və yavaş-yavaş gözümüzün önündən pərdələr çəkiləcək. Yazunnunə ennəhum mulaqu rabbəhum. Quran buyurur ki, onlar zənn edirlər ki, Allahı görəcəklər. Möminlər haqqında deyir. Yəni sən zənnlə başla, gümanla başla, amma çalış, dayanmadan, yorulmadan çalış. Sözünə inan, elə yavaş-yavaş Allah deyəcək, mənə ki inandın, indicə göstərim sənə. Allah bu məqamı bizə nəsib eləsin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar. İnne şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Danışılan sözlərin qəlblərimizdə təsir olmasına, bütün ibadətlərimizin qəbul olmasına, hacətləri olanların hacətlərinin rəva olmasına, İmam Hüseyn əleyhissalamın, Əbülfəz əleyhissalamın, İmam Zeynalabdin əleyhissalamın pak, müqəddəs olanların ruhlarına salavat deyək. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala Aliyin emiril mu'minin ve ala Fatimetiz Zehra ve ala'l Hasan ve'l Huseyn ve Ali ibn'l Huseyn ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve'l Hasan ibn Ali ve'l Hüccetil Qaimil Mehdi. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm.
Bir hadisənin il dönümü qarşıdan gəlir. Xocalı soyqırımının növbəti il dönümünü qeyd edəcəyik və əlhəmdülillah şükür olsun Allaha ki, artıq neçə ildir ki, bu qələbəni, bu hadisəni, bu soyqırımı qalib bir xalq kimi qeyd edirik. Biz neçə illərdir beynəlxalq ictimaiyyətdən Xocalıya ədalət tələb edirdik və bu istiqamətdə addımlar atırdıq və Allahın lütfü ilə, öz gücümüzlə, cavanlarımızın, ordumuzun gücü ilə biz bu ədaləti bərpa elədik və inşallah tam da yaxın vaxtlarda inşallah bu ədalət tam bərqərar olunar və şəhidlərimizin qanı hesabına biz bu qələbəni əldə elədik, ordumuzun gücü hesabına əldə elədik və şükür Allaha ki, artıq qalib bir xalq kimi öz qurbanlarımızı da yad edirik. Amma Xocalı soyqırımı heç vaxt unudulmamalı olan hadisələrdəndir. Gərək bizim tarixi yaddaşımızda həmişə qalsın. Heç vaxt unutmayaq ki, düşmənin həqiqi mahiyyətini üzə çıxardan hadisələrdən biridir və bu hadisənin həmişə yaşatmalıyıq. Bu hadisə üzərindən də həmişə dünyadan ədalət tələb eləməliyik. Çünki dünya mənfəət üzərində qurulub və ədaləti gərək öz gücündən, öz əzmkarlığından nümayiş etdirəsən. Allahdan Xocalıda soyqırıma məruz qalmış insanlarımız üçün, həmvətənlərimiz üçün rəhmət diləyirəm. Allah tezliklə bütün torpaqlarımız üzərində nəzarətimizi bərpa eləməkdə bizə kömək olsun inşallah. Allah şəhidlərimizin ruhunu şad eləsin inşallah. Bugün İmam Hüseyin əleyhissalamın mövlud günüdür, İmam Hüseyin əleyhissalamın doğum günüdür və hamınızı da bu mübarək mövlud münasibəti ilə təbrik edirəm. Kərbəla və Aşurada böyük bir müsibət baş verdi, bu hamıya məlumdur. Amma bu müsibətin nəticəsi məhəbbət və şövqdür. Kərbəla qəlblərdə misilsiz bir şövq yaratdı, bir eşq yaratdı. Ən böyük irfani məqamlar Kərbəlada, Aşurada təcrübə olunur. Günahkarlar üçün bir qapıdır eşq aləminə daxil olmağa. Günahkar bir vadi var ki, ora hamını buraxmırlar da, gərək xalislər gedir ora. O aləmdə yaşayır. Eşq diyarıdır, o diyar, elədir. Ona hamının yolu yoxdur getməyə. Amma İmam Hüseyin gələndə ortaya o qapını günahkarların düzünə açır və günahkar ola-ola irfan təcrübəsi ancaq Kərbəla vasitəsilə mümkündür. Və bugün nədən danışmaq istəyirəm qısa olaraq? Mənəvi məqamlardan biri, insanın mənəvi məqamlarından biri Allaha şövqlə bəndəlik eləməkdir, həvəslə, şövqlə bəndəlik eləməkdir, ibadət eləməkdir. Xofla yox, qorxu ilə yox. Dinimizdə qorxu var, bəli. Allah qorxusu anlayışı var, Quranda da var. Amma insanın əsas hərəkət vericisi qorxu olmamalıdır, şövq olmalıdır. Əsas hərəkət verən qüvvə, mühərrik qorxu deyil, şövqdir, zövqdir, ləzzətdir. Əsas hərəkət verici bu olmalıdır. Din belə bir şeydir ki, ona gərək şövqlə əməl eləyəsən. Dində bu xüsusiyyət var. Bəzilərimiz, bir çoxumuz əzab qorxusundan əməl edirik. Ramazan ayı gələcək, oruç tutanlar çoxalacaq. Ne üçün? Çünki çoxu bilir vacibdir, tutmayanın cəzası var. Bizə gərək bəzən desinlər ki, bunu eləsən cəza var ki, biz hərəkətə gələk. Qorxu biz ancaq hərəkətə gətirir. Bu zəif dindarlıqdır. Bu zəif dindarlıqdır. Elə bir ki, mən bugün burada elan edirəm, misal üçün. Cümə xütbəsinə gəlmişsiniz, mən yox. Gəlir burada dayanır Peyğəmbər. Məsələn deyirəm. Deyir ki, ay burada oturanlar, cəhənnəm yoxdur. Neyinə söz cəhənnəmə aparmayacaqlar siz. Onda yəqin çoxumuz duracaq, deyəcək, siz sağ, mən salamat. 2 rükət namaz da, ay bala cənnətə falan, namaza görə falan şey verirlər, deyir, əzab yoxdursa, qoy gedək işimizi görək. Çoxumuz beləyik də, etiraf eləyək, heç kəs yoxdur burada. Özümüzü etiraf eləyək ki, beləyik biz. Əksəriyyətimiz beləyik. Bu şəkildədir bizim dindarlığımız. Şövqlə ibadət eləyən azdır. Asan da deyil bu. Şövqlə ibadət eləmək. Gənclikdə, cavanlıq dövründə cavanların hərəkəti çox vaxt şövqlə olur. Gedir məsələn oyun oynamağa, orada qorxu yoxdur ki, gedir qolun həyəcanına, ləzzətə yaşayır uşaqlar. Yavaş-yavaş yaşad olur, sonra başlayır qorxu mühərrikə çevrilməyə. Məsələn, kasıblamaq qorxusundan işə gedir, xəstələnməmək üçün filan şey. Həmişə qorxu ona hərəkət elətdirir. Bu pis bir haldır insan üçün. Həyatımıza şövq gəlsə, Allaha qarşı məhəbbət gəlsə, şövq gəlsə, həyatımızın keyfiyyəti dəyişər, həyat gözəlləşər. Şövqlə bəndəlik eləsə, ruhumuz pərvaz eləyər. Şəhidliyin də yolu budur. Şəhidlər şövqlə Allahın yolunda olanlardır. Şövqlə Allaha bəndəlik eləyənlərdir.
İstəyirsənsə cəmaatı namaza cəzb eləyəsən. Cəmaat dindar olsun, namaza, dinə gəlsin. Qoy sənin gözündə şövq görsünlər. Görsələr ki, sən şövqlə bəndəlik eləyirsən, hamımızın üzündə yorğunluq olur, belə ki, işə salmışıq da özümüzü. Bitər görək nə olur, gedə görək indi orada. Belə yox. Görsələr ki, şövqlə, həvəslə ibadət edirsən, onda cəmaat dinə təbliğsiz gələcək, namaza gələcək. Orucluq gəlir də, az qalıbdır, Şaban ayı daxil oldu. Ramazan ayı gələndə cəmaat görsə ki, şövqlə hazırlaşırsınız, şövqlə görsə ki, oruç tutanda qəribə bir sevinc var, ləzzət var ki, nə gözəl ay gəlir, Ramazan ayı gəlir, onda oruç tutanların sayı çoxalacaq. Dindarlarda şövq olsa. Yoxsa ki, belə ki, başdan deyənə az qalaq bir ay, susuz qalaq, qorxuruq da bu yandan da tutmasaq olmaz, məcbur da bir təhvə, vacibdir də tutaq. Din əzabdan qurtarmaq üçün göndərilməyib və din uca dərəcələrə çatdırmaq üçün göndərilib. Mən sizə bu misal neçə dəfə demişəm. Təyyarənin qanadının kölgəsində günəşdən qorunan adama nə deyərlər? Deyərlər, bunun ağlı yoxdur, kölgəyə o qədər şey var. Adam var elə bilər ki, məsələn, təyyarə bunun üçündür ki, qanadının kölgəsində otursan gün sənə dəyməz. Amma bir başa salar ki, bu təyyarə səni göyün neçənci qatına qaldıra bilər. Dindən də bizim bəzimizin istifadəmiz budur. Tək ki, bizi əzabdan qorusun və salam. Yox, din təyyarə kimidir. Səni ən yüksək dərəcələrə çatdırmaq üçün gəlib. Səni əzabdan qorumaq üçün yox. Əzabdan qorumaq ibtidai mərhələdir. Din gəlib səni göylərə qaldırsın və sən şövqlə ibadət eləsən, onun həvəsi ilə ibadət eləsən, həyatın keyfiyyəti dəyişəcək. Var Rəcəb ayıdır, Şaban ayıdır. Vacib deyil ki, oruc. Bəzimiz zarafat edir ki, oruc Ramazan ayında. Oruc Ramazan ayında çünki vacibdir. Vacibdir. Amma Şaban ayında ki, oruç tutmayanı heç nə demirlər. Oruç tutmayanı demir ki, cəza var, əzab var. Şövqlə ibadətin əlamətidir budur ki, əzab yoxdur, yalnız savab vədəsi var. Şaban ayı daxil olanda Peyğəmbər münadi göndərərdi küçəyə, carçı. Deyərdi, ay cəmaat, Peyğəmbər deyir ki, mənim ayım daxil oldu və mənə kömək eləyin bu ayda. Necə oruç tutmaqla? Kim bir gün oruç tutsa, cənnət ona vacib olar. Şaban ayının ibadəti şövq ibadətidir. Qorxu yoxdur bu tərəfində. Kim oruç tutmasa cəhənnəmə gedər, yoxdur belə bir şey. Var, Şaban haqqında yoxdur. Bir gün oruç tutmasan, arxayın ol cəhənnəmə, ona görə sən aparmayacaqlar. Amma şövqlə ibadət budur ki, Şaban və Rəcəb ayında oruç tutasan, salavat deyəsən. Çünki burada mükafat vədəsi var. Allaha yaxınlaşmaq vədəsi var. Quran buyurur ki, fəstəbiqul xeyrat. Xeyr işlərdə müsabiqə eləyin, bir-birinizi qabaqlayın. Yarış mühiti yaradır. Yarışda cəza verirlər uduzan komandaya. Uduzanları şallaqlayacaq, elə şey var, elə çempionat eşitirsiniz. Uduzanları döyəcək, belə bir şey yox. Udanlara mükafat verirlər, yarış ona görə yarışdır ki, şövq var içində. Risk, qorxu yoxdur yəni, ay amandır, mən öldürəcəklər udutsam, elə bir şey yoxdur. Allah istəyir, dində belə bir yarış mühiti olsun. Streslə dindarlıq eləməyək. Yarış mühiti yaransın, şövq mühiti yaransın. Əl-ləzi xələqəl məvtə vəl-həyat liyəbluvakum əyyukum əhsənu əmələ. Allah ölüm və həyatı yaratdı ki, siz imtihana çəksin, hansınız daha yaxşısınız. Demir, hansınız pissiz, hansınız yaxşı. Pis söhbətini eləmir. Daha yaxşı. Yəni, yaxşılıqlar uğrunda müsabiqədir həyat. Allah istəyir müsabiqə mühiti yaratsın ki, bizdə şövq yaransın. Axı, yarışda şövq olur. Futbol yarışıdır, görsən, coşqu var, şövq var. Din mühiti belə coşqulu, şövqlü mühit olmalıdır. Dinin havası belə olmalıdır. Yorğun mühit yox, passiv mühit yox, şövq mühiti. Və indi burada müsabiqə gedir bu saat. Bir yarışdır, oturmuşuq. Mələklər baxır ki, birinci yerdə kimdir burada, bilmirik biz. Baxma, mən burada dayanmışam, danışıram, siz bilinmir, mən bəlkə də ən axırıncı yerdəyəm. Burada qalib kimdindir bu yarışda? Allaha ən yaxın bəndə kimdir burada? Mələklər bilir, Allah bilir, İmam Zaman bilir. Bunun uğrunda insan yarışa çıxsın, bunun üçün yarışsın. Mühit belə olmalıdır. Dinin mühiti belə olmalıdır. Mövlud mərasimləri ki var, bunlar şövq məclisləridir. Dillərə mövluda gedək filan yerdə mövlud keçirilir. Heç kəsə demirlər ki, oraya getməsən, əzab verəcəklər sənə. Gedəsən İmam Hüseyin üçün. İmam Hüseynin ad gününü, mövlud gününü qeyd eləmək üçün. Sari'u ilə məğfirətin min Rabbikum. Allah buyurur, tələsin Allahın rəhmətinə. Tələsin. Din belə bir fəza yaradır. Ailələr belə bir mühitdə olsun ki, ailədə ər, arvad, həyat yoldaşları bir-birindən yaxşı işlərdə yarışsınlar. Bu yaxşı iş görsün, o cavab versin, o yaxşı iş görsün, bu cavab versin və birdən sən yaxşı iş görsən, həyat yoldaşına onun qarşılığını verəməyəndə deyəsin, mən unutdum burada. Xanım həyat yoldaşına xidmət eləsin. Kişi o yaxşılığı dəyərləndirməyəndə məyus olmasın, düşün, mən qələbə çalım. Yarış belədir, mənim rəqibim zəifdir ki, belə mən yaxşılıq eləyirəm. Müsabiqədə rəqibi udanda sevinərdi adam.
Sən yaxşılıq elə, həyat yoldaşın qiymətləndirməsin. Mən sən qabağa keçdin, qalibsən. Qalibliyivə sevin. Sən nə işə qalib, o sənə çox sağ ol dedi, demədi. Mühit belə olsun, ailə mühiti belə olsun. Bir-birinə xidmətdə yarışsınlar. Cəmaatın bəzisi niyə görə dinə gəlmir? Çünki az görürlər şövqlə ibadət edənlər. Şövqlə ibadət edənlər çox olsa, cəmaat xoşlayar. Çünki cəmaatın yarışdan xoşu gəlir. Əyləncəli olar onlar üçün din. Din mənəvi mənada əyləncədir. Mənəvi baxımdan. Çoxumuz nə zaman hərəkətə gəlirik? Bir dənə canavar gəlsin, it hücum eləsin bizə, duraq qaçaq. Tənbəlik, o qədər tənbəlik. Cəhənnəm adında yırtıcı bizə tərəf gəlməsə biz hərəkət eləmirik. Bir də var, yox, cəhənnəm söhbəti yoxdur. Sadəcə şövq, ürəyim istəyir oruç tutum. Ürəyim istəyir namaz qılım. Ürəyim istəyir yaxşılıq eləyim. Çünki Allah bunu məndən istəyib. Allah özünü mənə bəxş eləyəcək, mükafat verəcək. Sözümü çox uzatmayayım. Bugün Mövlud günləridir. 3 Kərbəla qəhrəmanının. İmam Hüseynin, sonra Həzrət Əbəlfəzin, sonra İmam Səccadın. Üçünün də doğum günü bu günlərə təsadüf eləyir. Kərbəla eşq istehsal edən bir dəyərdir. Nə deyim, Kərbəla eşq qoxusu verən bir məkandır, bir anlayışdır. Kərbəlaya gəlib çatanda əzab vədə saradan götürülür. Heç kəs Aşura günü məscidlərə, cəmaat ki sel kimi axşırır, heç kəsə deməyirlər ki, getməsin, sənə cəza verəcəklər. Şövq yaradır, Kərbəlanın əsas özünə məxsusluğu budur. İmam Hüseynin adı şövq yaradır insanda. Hamı savabı, mükafatı, günahı, cəzanı, əzabı unudur. Heç kəs nə savab üçün gəlir, nə də cəza qorxusundan gəlir. Kərbəlaya çatanda sevgi idarə eləyir münasibətləri. Ziyarətində gedirsən, görsən necədir? Heç bir şey dində yadda saxlayın və təcrübə eləmişsiniz. Heç bir şey dinimizdə Kərbəla qədər şövq yaratmaq gücündə deyil. Kərbəla şövq yaradır adamda, zövq yaradır adamda. Və bu sevgi insanları çox yerə çatdıra bilir. Kərbəla böyük sərmayədir. Əllamə Qazi deyir, gözümün önündən pərdələr çəkildi. Qeyb aləmində gördüm ki, Hüseyn əleyhissalam rəhmətullahil vasiyədir, Allahın geniş rəhmətidir, Həzrət Əbəlfəz o rəhmətin qapısıdır. Özü də deyir, mən necə oldu ki, adam oldum, mən getdim Kərbəlaya, dedim ki, mən belə yaşamaq istəmirəm. Birinci xütbədə dedi, istəyirəm gözüm açılsın. Hey, getdim İmam Hüseyin hərəminə, Əbəlfəz ağanın hərəminə, Beynül hərəmeyində qaldım neçə günlər. Axır getdim Əbəlfəz ağanın hərəminə, dedim ki, mən belə yaşamaq istəmirəm. Çıxdım biraz məyus ki, mənə nəzər eləmədilər bu qapıda. Gedəndə bir nəfər kim idi bilmirəm, gəldi mənim qulağıma dedi ki, kim ki nə qazanıb, çıxdığın qapıda qazanıb, o hərəm var ya, oradan çıxmısan, ora get, oradan verəcəklər sənə. Deyir, elə mənə bu söz lazım idi. Gəldim, zərihdən yapışdım, dedim, Əbəlfəz, əl çəkməyəcəm. Mən bilirəm ki, sən istəsən eləyəcəksən. Deyir, orada mənim halım dəyişdi. Ondan sonra mən bildim ibadət nədir, din nədir və nəfəsi kimə dəydisə Əllamə Seyyid Əli Qazinin, onlar oldu arif, hamısı, kimə ki dərs dedi, hamısı arif oldu. Oldu irfan dağı. Və bu eşq adamında şövq yaradır, o zirvələrə çatdırmaq gücündədir. Dünən bir yerdə danışdım, bir Hindistanlı buzovpərəst, inəyə ibadət edən adamlar var Hindistanda. İnəyi tanrı bilirlər, ibadət edirlər, bu da onlardan biri. Əvvəli belə olub, indi gəlib Kərbəlaya, məsələndə hansısa neçə müddət bundan qabaq. Kərbəlanın ən abid adamlarından birincisidir. Soruşurlar, nə oldu, sənə Hindistandan gəldim bura falan, deyim, mən bütə ibadət eləyəliyə, inəyə ibadət eləyəliyə, nəsə İmam Hüseyndən xoşum gəlirdi. Bizim ölkədə əhl-i beyt sevərlər var Hindistanda. Məhərrəm ayında mən onların məclislərinə pulumdan ayrı verirdim. Ki, o məclisləri idarə eləsinlər. Bir dəfə, iki dəfə, axırıncı dəfə lap 2 qat verdim. Ki, mənim də xeyrimdəsində, özüm nəyə ibadət edirəm, özüm bilərəm, xoşum gəlir də bu mərasimlərdə. Deyil, sonra gördüm ki, yavaş-yavaş əldən düşürəm, xəstəlik mənə güc gəldi, can verirəm dünya ilə axirətin arasında. Ruhum az qalır çıxsın, deyim, mən gördüm ki, bir nəfər nurani adam gəldi, dedim, mənim məclislərimə pul xərcləyirdin, düzdür, dedim, bəli. Heyfdir sən Allahın huzuruna buzovpərəst kimi gedəsən. Allahdan möhlət istəyirəm sənin üçün, qayıt, amma başqa cür yaşa. Deyirlə, qayıtdım, ondan sonra götürdüm ailəmin əlindən, gəldim, Kərbəlada qalacam da, mən gedəsi yerim yoxdur. Və bundan sonra nə qədər ömrüm var, bu qapıda qalacam və mən tapdım istədiyimi. Bütpərəst də bir addım atanda əlindən tutub zirvəyə qaldırır. Kərbəla şəhidləri niyə bu qədər əzizdir? Çünki İmam Hüseyin dedi, beyyətimi üzərinizdən götürürəm. Yəni, məni qoyub getsəz, heç bir üzrə cəhənnəm yoxdur. Kərbəla məktəbinin gücündən deyim sizə bir cümlə, bu yadınızda qalsın. Adamı əvvəlfəz eləmək gücündədir. Cəhənnəm qorxusu olmadan. Və bu çox dəyərli bir cümlədir, ömrünüzün sonunacan yadınızda qalsın. Cəhənnəm odu qorxusu olmadan Kərbəla adamı Həzrət Abbas kimi bir zirvəyə çatdıra bilir. Heç bir cəhənnəm təhdidi olmadan.
Heç bir cəhənnəm qorxusu olmadan. Su içsəydi Fəraddan əzab verəcəkdilər, xeyr. Suyu götürdü, vurdu yerə. Dedi ki, Hüseyin susuzdursa, bu şövqdir, bu başqa bir haldır. Bu başqa bir halətdir. Bugün o Mövlanın Mövlud günüdür İmam Hüseynin ki, Peyğəmbər onu qucağına götürdü, dedi, Allah ərşinin zinəti. İmam Hüseynə dedi. Dedi, ya Rasulallah, siz ola mən Allahın ərşinin zinətiyəm. Dedi, Hüseyin Meyraca gedəndə Allahın ərşində gördüm bu cümlə yazılıb. İnnəl Hüseyin misbahul huda və səfinətün nicə. Hüseyin, xəbərin yoxdur, sənin adın Allahın ərşini bəziyir. Allah orada yazıb ki, həqiqətən Hüseyin hidayət çırağı və nicat gəmisidir. Özü nicata çatdırır. Öz əlimizdən tutur aparır. Özü buyurub ki, şövqlə eləmədiyi əməllərə İmam Hüseynin sözdür, ümidvar olmayın. Yadda saxlayın, bu dində mühüm olan nəyisə eləmək deyil, necə eləməkdir. Bir şövqlə görməkdir, dəyər ona verilir. Bir var durasan, canın çıxa-çıxa, bir də var deyəsən, Allah deyib gözündə bir işartı görünsün, bu başqa bir haldır. Mən zəkərəllah və ləm yəştəq ilə liqaih ləqəd istəhzə binəfsi. Buyurur ki, kim Allahı yad eləsə, amma o ilə görüşə, şövq olmasa, o özünə ələ salıb. Özünə ələ salıb. Kərbəla şəhidləri, İmam Hüseyin dedi ki, kim məni indi qoyub getsə burada, heç kəsə cəhənnəm vədəsi vermirəm. Azadsız, cəhənnəmdən də qorxmayın. Mən azad elədim sizi cəhənnəmdən. Beyyətimi götürdüm, gedən getsin. Hamısı qaldı və şövqə çevrildi onların qalmağı. Bureyr, Aşura gecəsi çox zarafat elədi. Özü də ağır adamdır. Ağır adamdan amma zarafat eləyir. Dedilər ki, sən heç zaman bu qədər zarafat eləməzdin, ağır adamsan, nə olub sənə bu düşmənin mühasirəsində, 30 min yırtıcı heyvanın mühasirəsində deyib gülürsən? Dedi ki, mənim gedin qəbiləmdən soruşun. Heç mən cavanlığımda şit zarafat eləməmişəm. Mən həmişə çalışmışam, qoruyum özümü şit zarafatdan. İndi də şit zarafat eləmirəm, mən şadam, kim sevinməsin, kim sevinsin məndən başqa. Ki, sabah bu vaxtı Peyğəmbərin huzurundayam. Bu gecə bayram gecəsidir mənim üçün. Görürsünüz, şövqdir, bax şövq. Bu hadisəyə əzəmət verən şövqdir, o Kərbəla şəhidlərində olan şövqdir. İmam Hüseyin misbahul hudadır, yəni hidayət çırağı. Bir də səfinətün nicat gəmisi. Həyatın burulğanında batırsan, misbahul huda nədir? Birdən bir işıq gəlir ki, sahil oradadır, az qalıb. Sahili gördün, getmək istəyirsən, sonra deyirsən ki, mən su üzə bilmirəm yaxşı, su mənə aparacaq, deyir, darıxma, gəlir özü aparır. Həm göstərir, həm aparır. İmam Hüseyin belə bir adamdır. Həm göstərir, həm də aparır. Pay-piyada insanlar düşür onun ziyarətinin yollarında gedir. Heç kəsə deməyiblər, gəlməsən əzab var. Mən həcdə də olmuşam neçə dəfə Kərbəlada da. Həc vacib ibadətdir. Mina çölündə, şeytanı daşlayıb gələndə, susuzluqdan adam yanır, bir nəfər ehsan eləyən mənim qabağıma çıxmayıb. Amma burada yalvarır, yeməyi əlində qalıb ağlayır, deyir ki, yəqin layiq olmadım ki, mənim ehsanımdan cəmaat yemədi. Bu şövqü yarada bilir İmam Hüseyin. Bu şövqü yarada bilir. Həccə də o şövqlə gedən adamlar var, heç, amma azdır. Burada İmam Hüseynin Kərbəlası bu şövqü yaradır. Mən bu bayram günündə Allahdan istəyirəm ki, nəyi əlimizdən alsın, əvvəla nemətlərini əlimizdən almasın. Qədrini bilməyə bizim müvəffəq eləsin. Amma nəyi əlimizdən alırsa, İmam Hüseyni əlimizdən almasın. Çünki itirəcəyimiz son şey odur. Onu itirsək də heç nə yoxdur. Heç nəyimiz yoxdur. Heç nəyimiz yoxdur. Öz sözünü deyim. Deyir ki, yuridu zalimin liyutfi'uhu. Allah, deyir, zalimlar istədi, mənim nurumu söndürsün. İmam Hüseyin deyir. Və yəbəllah illə ən yutimməh. Amma Allah iradə elədi ki, mənim nurumu tamamlasın. Xeyri yoxdur. Bu nur tamamlandı. Əli əleyhissalam nə vaxt onu görürdü? Atası idi Həzrət Əli. Ona baxırdı, deyir ki, bi əbi əntə və ummi. Atam anam sənə qurban olsun. İmam Hüseynə deyirdi. Ondan sonra deyirdi ki, ya əbrətə kulli mümin. Ey bütün möminlərin gözünün yaşı. Ey bütün möminlərin gözünün yaşı. İstəyirsiniz yoxlayasınız. Deyirsən ki, Nuh Nəbiyullah. Deyirsən ki, İbrahim Xəlilullah. Deyirsən ki, məsələn, Musa Kəlimullah, İsa Ruhullah. Adamın ürəyi sınmır ki. Amma elə ki, deyirsən ki, Əba Əbdillah. Elə ki, deyirsən, Hüseyin. Görürsən ki, qeyri-ixtiyar olaraq ürək incəlir. Və bu hədisdə müjdə var. Əli əleyhissalam deyir ki, möminlərin gözünün yaşı. Yəni, kim ağlaya bilsə, bugün əza günü deyil, ha, bəzən şövq gözləşdir. Onun adında təkcə müsibətə görə ağlamırsan. Qəlbdə bir qəlbi titrədən, gözdən yaş axıdan addır. Kim bu halı tapa bilirsə, mömindir. Çünki deyir, möminlərin gözünün yaşısan sən. Sən möminlərin gözünün yaşısan.
Bir nəfər uzaq yoldan gəlmişdi İmam Hüseynin ziyarətinə. Allah nəsib eləsin bütün arzusunda olanlara və bu cəmə bayram günündə bizə öz ziyarətini ehsan eləsin inşallah. Gəlmişdi, zərihdən yapışdı, dedi ki, ya Əbu Abdullah, uzaq yol gəldim, çox soruşa gəldim. Gəldim, sənin zərifi tapdım burada, ziyarətə gəlmişəm. Amma dedi, qiyamət günü o hayhuyun içində, o izdihamın içində mən səni gəlib tapa bilməyəcəm, çətin olar. Səndən bir xahişim var ki, orada sən özün gəl mənə tərəf. Mən orada səni tapa bilməyəcəm. Yanında bir nəfər sən nə danışırsan? O heç cənnətə doğru bir qədəm atmayacaq, addım atmayacaq. Sənsiz, sizsiz, bizsiz. O gələcək, bizi axtaracaq, tapacaq. İmam Sadiq əleyhissalam buyurur ki, kim istəsə anamız Fatimə-i Zəhranı şad eləsin, Hüseynlə olsun. Hüseynin yanında olsun, Hüseynə tərəf getsin. Və qəbrə biz qoyulanda, bunu mən sizə müjdə verirəm, məsuliyyətim başa düşüb. Bilirsiniz, qəbrə qoyulanda o aləmdə kim kimə bağlıdır o hiss olunacaq. İnanın ki, onu sevənlər qəbrə qoyulanda, mələk gələndə sorğu-sual eləməyə, deyəcək, bundan Hüseyn ətri gəlir. Bu ətri hiss eləyəcək. Və Hüseyn ətri gələndən ehtiyatla davranır mələklər. Deyir, bu Hüseyni sevən. Bunun bağlılığı var İmam Hüseynə, onda ondan hörmətlə rəftar eləyir. Sözümün sonunda bir neçə salam demək istəyirəm ki, inşallah ümidvaram bu salam vacibdir cavabını vermək. İmam Hüseyn, İmam Sadiq buyurub ki, siz uzaqdan da salam verirsiniz, o yaxından cavab verər. İnşallah ümidvaram bu məclisə salamımızın cavabını verər və qəbrimizin əvvəl gecəsində də bu salamın cavabı olaraq gələr başımızın üstünə. Əssalamu aleykə ya Əbu Abdullah. Əssalamu aleykə ya misbahəl huda. Əssalamu aleykə ya səfinətən nəcah. Əssalamu aleykə ya babə nicatil ümmə. Esselamu aleyke ya rahmetullahil vasi'a. Esselamu aleyke ve rahmetullahi ve berekatuhu. Allahümme inna nes'aluke ve ned'uk. Bismikel azimil azam el azzil ecellil ekrem. Ve bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Dünyada İmam Hüseyn ağanın ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Bu mübarək mövludları bizə mübarək elə. Bu ayın feyzindən, Şaban ayının hər gününün gecəsinin feyzindən bizi binəsib eləmə. Bu ayda bütün günahlarımıza qələmmə əfv çək. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan nəfsə əmmarə şərrindən hifz elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Xocalı qurbanlarının hamısını qəriqi rəhmət elə. Ordumuzun gücün, qüdrətin, izzətin günü-gündən daha artıq elə. Biz bu xalqa rəhm eləməyənlərə tezliklə zəlil elə. Gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Qəbrimizin əvvəl gecəsində əlimiz hər yandan üzləndə İmam Hüseyn əleyhissalamın başımızın üstündə hazır elə. Hər kimin bu məclisdə nə hacəti var, nə dərdi var, qəlblərdən özün xəbərdarsan. Sən and verirəm İmam Hüseynə, Babul Həvaic Həzrət Əvəlfəs hörmətinə, bizim hamımızın dərdlərimizə dərman elə. Bizi bu cümə günündə öz evindən əlboş naümid yola salma. İmam Zaman ağanın zuhurunu tez elə. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İza caa nasrullahi vel fath və rəytən-nase yedxuluna fi dinillahi afvaca. Fesabbih bihamdi rabbike vestağfirhu innehu kana tawwaba. Sadaqallahul aliyyul azim.